Herkese salam, kanalıma xoş gəlmisiniz. Bugün rəfiqələrimlə görüşə gedirik. Birlikdə açıq havada, şam işığında konsertə gedəcəyik. Filarmoniya bağında olacaq, içəri şəhərdə. İndi hazırlaşmışam. Bunu Instagram üçün look şəklində bir dənə video çəkdim. İndi də tez bazar evdən çıxıram. Gedirəm qızlarla görüşməyə. İstədim YouTube üçün də balaca bir vlog hazırlayım. Giyimimi indi sizə göstərəcəm. Belə bunu New Yorker'dən almışam. Belə bir yufqam da var idi. Bu arada kızlar kommentdə görürəm yazırsınız hamiləsiz. Hamilə deyiləm çünki gəlmişəm. İnşallah ki arıqlayacağım. Belə bir paltar giymişəm. Ayağıma da ayaqqabı. Və hazıram. İndi də çıxıram evdən. Gedək birlikdə. Kızlar bu dəfə makyajımı yeni belə eləmişəm. Amma çil qoymuşam. Dedim biraz fərqli eləyim. Həm də təbii görüntü olsun. Bu arada qaş və kibrit laminasiyasına getmişəm. Necədir? Niyə gedirəm soruşsaz? Onda gözlər daha biraz çəkik görsənir. Botoks elətdirmədiyim üçün hələ ki belə edirəm. Həmçinin mənim qaşlarım çox aşağı baxan qaşlardır. Tez-tez düşür aşağı. O da belə yorğun görüntü verir. Ona görə məncə belə daha yaxşıdır. Mən gəldim, çatdım. Filarmoniya bağındayam. Bura çox gözəldir. Mən həmişə universitet vaxtı bura gəlirdim. Bura üçün ürəyim gedir. Sakitçilik olur, yaşıllıqdır, amma gözəl yaşıllıqdır da. Bir də buranın binaları, keçmiş belə andırmağı, yada salmağı çox qəşəngdir. Nəysə, mən yenə həmişə kimi tez gəlmişəm. Qızları gözləyirəm, gəlib çıxmayıblar, amma artıq içəri girir. Konsert saat 7-də başlamalı, səhv etmirəmsə, əslində hələ vaxtımıza var. Qızlar mənə padarka alıblar, ad günü hədiyyəsi. Çox sağ olun. İndi gedək konsertə. Biz də beləyik. Niyə hamı özünü çəkir, biz çəkməyik? Keçdik içəri, indi açıq havaya gedəcək. Gün-gündən arıqlıyıq. Mən də günü-gündən kökəlirəm. İndi evdə bütün günü yiyib içirəm. Tutara bilək. İlkərin birinci fotosessiyasıdır. Konsert qutardı, biz çıxırıq. Amma sizə ikinci seansı indi başlayır. Məsləhət görərdim ki, ikinci seansa bilet alasınız. Çünki onda işıqlar daha gözəl görsənir, şamlar daha belə aydın görsənir. İndi biz buradan gedirik restorana. Gecə-gecə gecə içəri şəhərin belə işıqları çox qəşəng görsənir. İndi biz içəri şəhərdə bir restorana gedəcəyik. İlker əvvəlcədən rezerv edib. Oraya getmək üçün bir dənə su aldıq, ürəyimiz yanırdı. Heç şey, indi yavaş-yavaş oraya gedirik. Görək necə yerdə. Təriflərin belə baxalı qəşəngdir əslində. Instagramda tapıb mənə göndərmişdi. İndi gedirik oraya. Ağaclar falan ne qəşəng olur. Ne qiymətlər var yoxsa yox? Yeməklər var. Amma milli yeməklərdir ancaq. Ya da bizim istədiyimiz. Nə? Yer budur, qəşəngdir görsənməyi. Oturaq onda burada, yoxsa mən dediyim yerə gedək? Sən dedin buradan geçəydik. Biz gəldik, bir restoran çıxdıq. Əslində gedəcəyimiz yerə getmədik. Çünki ürəyimiz kebab istədi. İçəri şəhərə gedək bir dənə iyi budur. Ürəyimiz kebab istədi, ona görə belə bir yerə gəldik. Adı Qızlıdır. İndi qalxacaq yuxarı. Evə də pləkandan çıxıb düşürəm. Hara gəlsən pləkan. Burada daha qəşəngdir. Bizi dəyişdik, orada qəşəng video çəkmişdim. Sonra qərarımızı dəyişdik, oradan çıxdıq. İndi də gəlmişik Salam Bakıya. Belə qəşəng kebab dedik. Yanına da salat dedik. Bir də kompot dedik. Əsl dədə baba üsuldu qızlar. Müasir yerdən axırda qərarımızı dəyişib hara gəldik. Cız bizə. Yox, adı burası Salam Bakıdır. Şam yeməyə gəlmişik.
Kabab yeyən qızlarıq. Yeməmək üçün özümüzü zorla saxlamışıq. Kababı gözləyirik. Axır ki kabab da gəldi. İyi, çox qəşəngdir. Burada da nar qovurma, burada da salatlarımız, burada da ülkər, burada da aytac, burada da mən. İndi başlayaq. Acından ölürəm. Hər kəsə salam. Vlogun ikinci hissəsinə xoş gəlmisiniz. Bu gün səhər tezdən Kənan apardı, Elazığını bağçaya qoydu. İndi də evdə təki, fürsətdən istifadə eləyəcəyik. Çünki Elazığ evdə olanda eləyə bilmirdi. Kənan ad günümdə bir hədiyyə almışdı. Rəsmdir. İndi sizə ətraflı göstərəcəm. Ona oturub birlikdə rəngləyəcəyik. Elazığ olanda onu eləmək mümkün deyil. Çünki o da gəlib nəsə eləmək istəyəcək və xırda işdir. Yəni ona görə nəysə, yəni belə deyim ki, uşağın eləyə biləcəyi bir şey deyil deyə gərək ikimiz tək eləyək. Həm də yaxşı ki, fikirləşəm, axşam eləməmişik. Çünki axşam eləsə ümumiyyətlə onu biz gözümüz seçə bilməzdik, çox xırdaymış. Belə başlayaq. Kənan mənə ad günümə hədiyyə almışdı. Belə bir şeydir. Rəsmdir gedirdi. Amma biz özümüz hazırlamalıyıq. Burada görürsüz, xırda belə rəqəmlər yazıblar. Sən onu aç göstərək. Bu rəqəmləri indi Kənan açıb oradan sizə göstərəcək. Xüsusi hamısının boyası var. Məsəl üçün bu 12-dir. İndi 12-ni burada hardan tapım? Məsəl üçün 19-dur burada yazılıb. Bu da 19-un rəngidir. Siz bunu başlayırsınız bura rəngləməyə. Hərənin öz nömrəsinin belə rənglərini göndəriblər. Burada da fırçaları var. İndi rəngiyə görə necə olur? Burada da başa saliblar necə eləmək lazımdır. Əsl şəkil budur. İndi biz inşallah ki bu sənət əsərini yaxşı yaradarıq. Deyir ki, misal üçün hər hansı bir nömrə, hər hansı bir rəngi seçin. Deyir ki, 13. 13 olan yeri, hər yeri 13-ləri rəngi qutarandan sonra həm pastan durmanı gözləyirsən, həm də fırçanı yuyursan ki, həmin rəng fırçanın üzərindən İşgəncə. Sonra burada bir dənə məsələ, qutuda əlavə olaraq sizə özəl rəng tapa bilərsiniz. Bu rəng rəqəmlərlə göstərilməyib. Necə varsa? Görürsənіз, sizə bu rəng... Ən sevmədiyim rəng düzdür. Deməli. Mən fikirləşirdim ki, bu baş hissəsindən rəngliyə gələk, amma Kənan dedi elə olmur. Yəni kitabçıda elə yazılıb ki, elə eləmək olmaz. Bir rəngi seçirsiniz, onu rəngləyirsiniz, sonra keçirsiniz o birisinə. Qurumalıdır həm də. Bu hər halda bir günlük deyil, bir neçə günə qutarmalı olar. Belə görə necə olur. Biz başladıq, amma heç özümüzü bilmirik necə olur. Birinci ən böyükdən başladıq. ChatGPT-dən də soruşdum, dedi ki, böyükdən başlayın. Biz də... İnşallah ki, rəngin altında üzə çıxsa bunlar, hamısı bir abırsa da nə mənası var ki, bu? Peki qalını çəkmək lazımdır Kənan? O çəkmək üçün səhifələrində paylaşmışlar ümumiyyətlə Kənan, belə bir şey ki, eləyəm. Bir dənə belə var. Bax, ağ üstündən gedəndə silinir. Bax, xəttin üstündən belə gedəndə silinir. Gəl belə keçək üstündən. Siz onun özünüzü belə cəncələ salmayın. Niyə? Zaten maraqlıdır. Maraqlıdır, hə? Amma vaxt lazımdır. Vaxt lazımdır. Bilirsən, Kənan, neydi o birisinin adı? Mən sənə deyirdim, Allah, dünən də göstərdim, adı neydi, yadımdan Konstruktor belə yılırsan, o daha maraqlıdır məncə. Yox? O da maraqlıdır, bu da maraqlıdır. Bunu eləyək, sonra ona keçərik. Onda gələn akıyonu da konstruktor alır. Bir ildən sonra. Nə olar ki, tez alsaq? Fırçalar biraz çox qoysalar yaxşı olar. Bəlkə xarab oldu fırça, bəlkə qırıldı. Get al. Get özünə. Əslində bu ucuz şey deyil, yox. Mən də bilirəm fırça. Fırça, hə. Bu neçə almışdan? Bax, ucuz fırçalar da bu. Hə? Şeylər dedin, izləyəcəyimiz. Hə, bu hədiyyə nişanmış. Hə, bunu da, yəni bu rəsmi şey. O çıxır yenə, buna bax. Şey yoxdur da, elə geçsin. Bunu? Hə. Bu ölçüdən ölçüyə dəyişir də. Bu ölçü bizim ölçü. Ölçüdən dəyişir? 60-ın 40-a. Bu 60-ın 40-adır. Bundan balaca heç şey olmaz. Bu 69 manat idi. 69? Hə. Qaytar bizim 69. Prosta bizdə 3 nəfərdir deyə, detallar kiçilir, başa düşür necə. Tək adam böyük olanda. olsaydı biraz boyu bəlkə elə olmazdı yox. Həm bunun böyük boyu, bu ən böyük boydur da. Elə. Mən sakitləşdirir, elə bir rahatlatır. Damat şeylər yiyorlar, o belə knopka belə şey, hər rəngdən tık belə qoyurlar. O nədir bilmirəm. O əslində çox yaxşı şeydir, insanın səbrini də yoxlayır. Bizdə işdə nəzmir var idi.
Sən tanıyırdın da görmüşdün də mən ya. O eləyir onu. Oldu. Yəni video baxırsansa atəşli salamlar. Gəldi Bakıya. Ha. Başladı. İşləyirdi. Sonra da çıxdı deyəsən həm işlədi yerdən. Şeydə işləyir. Yaxşı. Sinteksdə. Bütün məlumatları verirsən, zəng eləsinlər. Niyə bizim qızı işdən çıxartmısınız? Ya da özü çıxıb? Mənə deyildi ki, müdürümdən çıxoşum gəldim. Vay ne? Ya bu çok... 2 dəqiqə Anam qızı paxılacaq. bagaja qoy. Ya mən çox sərkəsiz alır. Fırça balacadı deyə mən çox toxunmuş olur. Gəl böyük fırçadan verim də o bizim fırçalardan Ya ondan. git bayaqdan niyə özünüzə sürü veririk? Mən sizinlə bölüşməliyik, biz artıq böyük fırçalara keçmişik. Prosta mənim fırçamı elə biraz diş fırçası kimi istifadə ediblər. Bu fırçalar da şeydən qalan fırçalardır da, gender parçası. Yox. Onlar da Çox, çox böyük axı. Ay, Bu şeydən işləyirlər Yox, bunlar. ona görə də məsəl üçün bir bəziləri kimsə bəş çıxıb, kimsə Yox, işləmiş deyiblər. Bunlar işləməmişlər idi. Mən elə bunlar remont vaxtından qalıb ki. Ay yox, nə bilim. Ay, Evan zəng gəlsən, indi istifadə olunur. Ruja xırda ilə girmək lazımdır Kəmal. Məncə bu yaxşıdır. Xırda şey ver. Mən xırdan istifadə etmirəm çünki ən ortadan istifadə etmişəm. 30 başqa hardasa var. Bəlkə də kiçik bir şey var. Məncə bunun üstünə çox basmaq biraz kövrəkdir. 30. Tapdım. Yes. Gəl elə 30-ların hamısını tapalım. Sən bununla işləmirsən bu ayaqdan oranı. Bəs yox, bununla. Ondan bir dənəcə böyüyünə. İndi bir dənə. Ver 30 mənə, hə bu da. 2 dənə 30 var. Bu necə açırsan Kenan? Hə bir dənə. Birini aşağı, birini tutursan sağdakını tutub saxlayırsan, soldakını yuxarı qaldırırsan. O yox, çox açılmır ya. Sən özündəkini ver mənə. Sən bunu aç. Mən burada bir dənə yox, əslində bir neçə 30 tapdım. Bir dənə falan ikisini verməyim. Prosta babucu bırak xırda lazımdır. Neyse, mənim səsimi qulaq asmayın. Söndürüm.